Salam, əziz və dəyərli izləyicilərimiz. Bugün 28 aprel 2025-ci il tarixdə Bakı şəhər Azərbaycan nəşriyyatında ATV1 televiziya kanalının Həqiqətlə Üzə verilişində çağdaş ədəbiyyatımızın nümayəndəsi gözəl şairə Nasir Hicran xanım Əhmədlinin yaradıcılığına bir nəzər verişinə başlayırıq. İlk öncə deməli verişimizdə iştirak edən qonaqları sizlərə təqdim edirəm. Şairə Həkəriyə qəzetinin xüsusi müxbiri Cəmilə xanım Hidayət qızı. Azərbaycan Yazıçılar Birliyinin üzvü, çağdaş ədəbiyyatımızın nümayəndəsi Reyhan xanım Kənan. 4 kitab müəllifi şairə Azərbaycan Yazıçılar Birliyinin üzvü Sevil Gülnur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Yur jurnalının xüsusi müxbiri, yazıcı, publisist, Vətən müharibəsi şəhidlərinin həyat və döyüş yollarından bəhs edən Sonsuza dək yaşayanlar kitabının müəllifi Natəvan xanım Məlikova. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Şəhidlər kitabının, Cəlilabad Şəhidlər kitabının müəllifi Nigar xanım Həmidli. Aşıq Ramiz Quliyevdən və Aşıq Lətifə Çeşməlidən saz dərsini almış, sazlı sözlü Borçalı ədəbi məclisinin üzvü Aşıq Samir Borçalı. Mətbuata müəllimlikdən gələn, 20-yə yaxın mətbuat orqanında çalışmış, jurnallarda, qəzetlərdə mütəmadi yazıları dərc olunan, baş redaktor, şöbə müdiri vəzifələrində çalışmış, hal-hazırda Əsrin Ziyalıları jurnalında redaktor işləyən Kəmalə xanım Rəhimli. Hər birinizə xoş gəlmişsiniz deyirik və əlbəttə ki, bugünkü bizim deməli verilişimizdə bizim şairə xanım, ədəbiyyatımızın gözəl nümayəndəsi, görkəmli nümayəndəsi Hicran xanımın yaradıcılığına yığışmışıq. Əlbəttə ilk öncə sözü Hicran xanımın özünə verək. Əlbəttə Hicran xanımın yaradıcılığını hər birimiz bələdik, hər birimiz oxumuşuq. Buyur Hicran xanım, ilk söz sənindir və ənənəvi sual var. Yəni bu bütün şairlərə, yazıçılara verilir. O cümlədən mən də istəyirəm sənə həmən sualla müraciət edəyəm. İlk şeiri nə vaxt yazmısan, nə həsr eləmirsən, kimi həsr eləmirsən, o barədə xahiş edirəm izləyicilərimizə məlumat verərdiniz. Buyurun. İlk öncə mən sizə çox sağ ol deyirəm, İlbəy müəllim. Bu layihənin rəhbəri kimi, tarixi bir layihənin rəhbəri kimi mən sizə minnətdarlığımı bildirirəm. Böyük, ağır, eyni zamanda məsuliyyətli bir iş öhdənizə götürmüşsünüz. Çox sağ olun. Və gələn qonaqların hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm gəldiklərinə görə. Və suala qaldıqda isə mən elə bilirəm ki, mənim bütün şeirlərim mənim üçün ilkdir. Çünki hamısı mənim üçün eyni olduğuna görə mən onları birinci deyib ortaya qoya bilmirəm ki, bu birincidir. Hamısı mənim üçün ilkdir. Amma istedadıma qalanda isə mən uşaqlıq illərindən istedadım var idi, amma mən bunu ört-basdır edirdim. Qələmə almırdım, yazmırdım. Sanki elə gələndə mənə, təbim gələndə yazardım bir-iki kəlmə, amma bunu qeyd etməzdim. Sonralar isə gördüm ki, yox, sinəmdə söz daha da çoxalır, illər keçdikcə artıq məni narahat edir, mən bunu yazmalıyam. Düşündüm və yazdım. Mənim olub ki, ilk şeir bir gündə mən 4 şeir yazmışam, bir gündə mən 5 şeir yazmışam və onların hər biri mənim ilkimdir, mən belə deyərdim, ilkimdir. Bu qədər. Aydındır. Çox sağ olun. Təbii ki, yəni ənənəvi suallarımız olacaq sizə. İndi isə Samirə xanım sizə söz verilir Hicran xanımın yaradıcılığıyla bağlı və hesab edirik ki, siz də Hicran xanımın yaradıcılığına bələd olan şairə xanımsınız. Buyurun, yəni fikir arzu söyləyin, deyin tam izləyicilərimizə. Cəlilabad rayonu Azərbaycan Respublikasının inzibati ərazi vahididir. İstəyir təbii ekoloji sərvəti ilə, istəyir incəsənəti ilə, istəyir tarix abidələri ilə və fitri istedadları ilə hər zaman birincilər sırasındadır. Bu günləri bizim
sevimlimiz Hicran Əhmədli də Cəlilabad rayonunun sakinidir. Mən ilk dəfədir Hicran xanımla ədəbi məclisdə tanış oldum. Yaradıcılığı ilə tanış oldum. Çox bəyəndim və istərdim ki, Hicran xanımın gözəl bir kitabı var. İtirdiyim illərim adlı kitabdır. Mən bu kitabda bir şeir var, ürəyimə yatdı. Bu da dahi bir şairimiz Bəxtiyar Vahabzadənin Bir salama dəymədi adlı şeirinə Hicran xanım nəzirə yazıb, istərdim onu səsləndirəm. Sənli sənsiz xatirələr bir salama dedəymədi. Nəmli olan qara gözlər bir salama dedəymədi. Qəlbimdəki əsən yerlər, durulmazmı axan sellər, keçən günlər, ötən illər bir salama dedəymədi. Dodağımın pıçıltısı, ürəyimin hıçqırtısı, son günlərin haykırtısı bir salama dedəymədi. Eşq olsun Hicran xanıma. Təşəkkür edirəm, çox sağ olun. Çox sağ olun, çox Qələmlikdə sağ olun. olsun. Hər zaman səsi zirvələrdən gəlsin. Eşidək, biz də fəxr edək. Təbrik edirəm sizi Hicran xanım. Təşəkkürümü bildirirəm. Çox sağ olun. Sağ olun, çox sağ olun Cəmilə xanım. Hicran xanım, maraqlıdır əlbəttə ki, izləyicilərimiz üçün sizin bir kitab işığınızı görüb. İndi növbəti kitabınız da çapa hazırdır bizim bildiyimizə görə. Bəli. Kitabınızın adı İtirdiklərimdir. Bəli. Nə üçün məhz itirdiklərim? Siz ədəbiyyatda nə isə itirmişsiniz, yoxsa necə? Bu kitabın adının belə adlanmasının səbəbini xahiş edirəm, bir fikirlərinizi bildirin. Buna görə nə üçün kitabın adına İtirdiklərim deyə vermişsiniz, ad qoymuşsunuz? Çox sağ olun suala görə, hörmətli İlbəy müəllim. Xeyr, ədəbiyyatda itirdiyim şükürlər olsun ki, hələ ki yoxdur. Əslində ədəbiyyatda az da olsa uğurlarım var hesab edirəm, qazanmışam. Amma mənim itirdiklərim çox olub və bu kitabın da içində itirdiklərim şeirim var mənim. Bu kitaba daxil etmişəm və həyatda itirdiyim zamanlarım olduğuna görə, bir çox məqamlar olduğuna görə və itirdiklərim adında şeirim də olduğuna görə mən düşündüm ki, elə bu kitabın adı İtirdiklərim olsun və məhz o kitabın içində olan İtirdiklərim şeirinin adına həsr etdim bu kitabı. Oldu, sağ ol, var ol. İndi isə Hicran xanımın yaradıcılığı ilə bağlı danışmaq üçün Natəva xanıma söz veririk. Natəva xanım, biz bildik ki, Hicran xanımın yaradıcılığına bələd olan bir publisistsiniz, yazarsınız. Əlbəttə bizim üçün də maraqlı olar ki, Hicran xanımın yaradıcılığı haqqında fikirlərinizi söyləyərdiniz. Buyurun. Bugün ITV1 televiziya kanalının Həqiqətlə Üz-üzə verilişində çağdaş Azərbaycan ədəbiyyatının sözə dəyər verən nümayəndələri ilə təkrar bir araya gəlmişik. ITV1 televiziya kanalının rəhbəri Məlikə xanım başda olmaqla iştirakçıları ehtiramla salamlayır və hər bir qələm əhlinə yaradıcılıq uğurları arzulayıram. Bugün şairə Nasir Hicran xanımın qəlbindən süzülüb ərsəyə gələn İtirdiklərim adlı kitabın işığına toplanmışıq. Kitabla yaxından tanış olduqca görürsən ki, itirdiklərim sadəcə şeirlər toplusu deyil. Bir övladın, vətəndaş şairin iç dünyasından baş verən ayrılığın, həsrətin harayıdır. Kitabı vərəqlədikcə bir daha şahid oldum ki, bu səhifələrdə sevgi, ayrılıq, ata həsrəti, ana yanğısı, masa ətrafında yeri boş qalan qardaş acısı var. Hicran xanım bu kitabı ərsəyə gətirməklə bir daha sübut etdi ki, vətənpərvərlik yalnız döyüş meydanında silaha sarılmaqdan ibarət deyildir. Qələmə sarılmaqla da mümkündür. Hicran xanım bu kitabla vətənin ağrısı ilə yanaşı qazandığı böyük zəfərə də müraciət edib. Sevənlərin vüsalını, həsrətini, həm də ailə etkisini, sonsuz sükutunu elə bir dilə oxucuya çatdırır ki, oxucu bu kitabı oxumaqdan heç bir zaman usanmaz. Mən Hicran xanımın ailəsini çox yaxından tanıyan bir insanam. Olduqca səmimi, saf, mehriban bir ailənin nümayəndəsidir Hicran xanım. Onun ilk addımları mənim gözlərim önündə olub.
Amma o zaman Hicran xanımla söz meydanında bir araya gələcəyimi heç düşünməmişdim. Uzun illərdən sonra Hicran Əhmədliyə təsadüfən sosial şəbəkələrdə rast gəldim. Onun yaradıcılığına müraciət etdim və yaradıcılığı ilə yaxından tanış olduqca Hicran xanıma vurğun kəsildim. Gözlərim önündə böyüyən az yaşlı qızın qələmindən yaranan misralarla qürur duydum. Bugün həqiqətən onunla fəxr edirəm. Bu incə və dərin duyğulara dolu əsəri gətirdiyi üçün və sözə verdiyi dəyərə görə onu ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram. Kaş bugün valideynlər də Hicran xanımın yanında olaydı və övladları ilə qürur duyardılar. Başda Elbəyim müəllim olmaqla bu tədbir təşəbbüsü irəli sürən və həyata keçirilməsində əməyi olan hər bir insana öz dərin təşəkkürümü bildirir və diqqətiniz üçün sizlərə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun Natəvan xanım, dəyərli çıxışınıza görə, verdiyiniz yüksək qiymətə görə Hicran xanımın yaradıcılığına. Mən dəyərli yazar xanımlar, mən Cəmilə xanımın bayaqki çıxışına münasibət bildirmək istəyirəm. Deməli, bizim bir layihəmiz var, Cəllabadın yazar qadınları, xanımları layihəsidir. Bizim verilişimizin həm Hicran xanımın yaradıcılığı ilə bağlı, həm də həmin layihə ilə bağlı deməli, belə tədbirlərimiz keçirilir. Və inşallah növbəti may ayında tədbirimiz olacaq. Həmən tədbirimizdə Reyhan xanımın yaradıcılığına həsr olunacaq. Sonra bizim kitabımız inşallah hazır olacaq və kitablarımızın təqdimatı olacaq. Ona görə hər birinizə minnətdaram, yəni ki, belə işimizə mənəvi dəstək verirsiniz. O cümlədən Cəllabad rayon İcra Hakimiyyətinin başçısı hörmətli Rafi müəllimə də minnətdarlığımı bildirirəm sizin adınızdan ki, o da bizə öz mənəvi dəstəyini göstərir və göstərir. Kitabımızın təqdimatı həm Azərbaycan nəşriyyatında burada olacaq, həm də Cəllabadda olacaq. Hər biriniz o zaman ora dəvətli olacaqsınız. Ümumiyyətlə, ədəbiyyatda belə bir şairlərə, yazıçılara suallar verirlər ki, sizin hər biriniz hesab edirəm ki, istər klassik ədəbiyyatımızdan, istər çağdaş ədəbiyyatımızdan kimlərinsə yaradıcılığına müraciət edirsiniz. Əlbəttə, bu olmalıdır. Ədəbiyyatda həmişə belə şeylər var, siz də bilirsiniz. Mən Hicran xanımdan telefon əlaqəsi saxladım və elə bir sualla ona müraciət elədim ki, Hicran xanım, ədəbiyyatımızda, klassik və ya çağdaş ədəbiyyatımızda sizin yaradıcılığınıza, sizə daha çox, yaradıcılığınıza təsir göstərən şairlərdən kim var? Yəni, kimin yaradıcılığına siz daha çox mütaliə edirsiniz, oxuyursunuz? O da əlbəttə cavab verdi ki, bizim böyük şairimiz Bəxtiyar Vahabzadənin yaradıcılığını daha çox oxuyuram. Əlbəttə, bu olmalıdır. Yəni, sizin o istedadınızı təkmilləşdirmək üçün, inkişaf elətdirmək üçün mütləq ya klassik, ya çağdaş ədəbiyyatımızdan əlbəttə hamısının bir söz daha yaxşıdır, amma ən çox isə ona demək kiməsə müraciət eləməlisiniz, kiminsə yaradıcılığını bilməlisiniz. İndi mən Hicran xanımdan deməli xahiş edilən belə bir sualla ki, Bəxtiyar müəllimin, yəni Allah rəhmət eləsin, ruhu şad olsun, böyük şairimizdir Bəxtiyar Vahabzadə, zəngin yaradıcılığı var. İndi Hicran xanım, yəni Bəxtiyar Vahabzadənin yaradıcılığından özü hansı şeiri istəsə, hansı bir əsəri istəsə, izləyicilərimizə söyləsin, daha yaxşı olar. Buyur Hicran xanım. Çox sağ olun Elbəyim müəllim. İlk öncə mən qeyd etmək istəyirəm ki, mən Bəxtiyar Vahabzadə ilə yanaşı demək olar ki, bir çox klassiklərimizi oxuyuram. Nizamini də oxuyuram, Füzulini də oxuyuram, Rəsul Ruzanı da oxuyuram. İndi ad saysam, Qutarmaz, Nigar xanım Rəhbəylini də oxuyuram. Hər birinin ruhu şad olsun və eyni zamanda şəxsiyyətinə çox hörmət etdiyim, çox dəyər verdiyim ədib Bəxtiyar Vahabzadəni də mən çox oxumuşam. Hətta onun Bir salama dəymədi şeirinə içimdən gələrək nəzrə də yazmışam. Bugünsə onun Dünya şeirini mən səsləndirmək istəyirəm sizlərin icazəsi ilə. Gah başıma tumar çəkən, gah ilan tək çalan dünya, gah sinəmə dağlar çəkən, gah könlümü alan dünya, gah dağılan, gah qurulan, bəzən açan, bəzən solan,
Gələnləri yola salam, gələnləri yola salam, özü baqi qalan dünya. Bir yanda at, bir yanda ot, solu günəş, sağı bulut. Dovşana qaç, tazıya tut, deyən köhnə filan dünya. Deyən köhnə filan dünya. Min rəngi var, min donu var, neçə oyunu var. Nə əvvəli, nə sonu var. Yalan dünya, yalan dünya, yalan dünya. Şad olsun ruhu, böyük ədəbin, sənətkarın. Çox sağ olun İzran xanım. Mən onu da qeyd edim ki, mən Bakı Dövlət Universitetinin filologiyasını bitirmişəm. Rəhmətli Bəxtiyar müəllim bizə dərs dedi, az bir zamanda dedi. Və o vaxt onun Axı Dünya Fırlanır şeiri yazmışdı, bəlkə hamınızı bilirsiniz. Yəni onun, yəni biz o şeiri, kitabı xırda bir, yəni belə kitab idi, əsər orada tam yerləşmişdi. Onu hamımız əzbər öyrənirdik. Yəni o dövrdə şeiri əzbərləyərdilər. Əlbəttə Bəxtiyar Vahabzadə böyük şairimiz olub. Bəli. Ruhu şad olsun. Bütün şairlərin, dünyasını dəyişən şairlərin ruhu şad olsun. Qalanlara Allah can sağlığı versin. Və hesab edirəm sizin də hər bir şairə xanımsınız. Hər biriniz onların yaradıcılığına daim deməli müraciət edirsiniz. Bu əlbəttə ki, lazımdır. Lazımdır. Efirimizdə canlı bağlantı var. Türk bəstəkarı Erdoğan Tozoğlu. Salam, xoş gördük sizi. Siz efirdəsiz, yayımdasınız. Buyurun, biz sizi dinləyirik. Ünlü sanatçı, bizim tanınmış Türk bəstəçi Erdoğan Tozoğlu. Bilgisayarda açmaya çalıştım canlı yayını izleyeyim diye, izleyemedim. Açamadım. Buyurun sizi dinliyorum. Siz buyurun hocam, biz sizi dinləyirik. Buyurun, öz fikirlərinizi söyləyin. Çok teşekkür ederim. Kendimi tanıtayım öncelikle. Bəli. Erdoğan Tozoğlu ben. Oğuz boyu Türklerindenim. Alo. Bəli, buyurun. Dondu mu? Yayın dondu gibi oldu, tamam. Ben mühendisim aslında. Fakat Türk müziğimizi evrensel, yani bütün dünya çapında yayılmasını arzu ettiğim için, öyle olduğuna inandığım için de bütün bir ömrümü Türk müziğine verdim. İşte 64 yıldır aktif olarak müzikle uğraşıyorum. Yani 69 yaşındayım. 5 yaşında başladım. Ben. Türk enstrümanlarını çalabiliyorum. İşte ud, kanun, keman, tambur, bağlama deriz biz Anadolu'da. Saz diyorlar genel anlamda. Onları çalıyorum. Bugüne kadar 4000 civarında beste yaptım. Bunlardan bin küsür, yani binden biraz fazlası Azerbaycan lehçesiyle yazılmış şiirlerden besteledim. 350'ye geçmiş Azerbaycanlı şair şiirini bestelediğim. İşte isimlerini biliyorsunuz. Mahire Nağıkızı var. Merziye Necefova var. Bunları ta çok eski zamanlarda bestelemiştim. İşte televizyonlarda yayınlanıyor. Efendime söyleyeyim. İşte sizlerle biraz geç tanıştık. Geç ancak yapabildik. Bu özellikle Karabağ Savaşı esnasında bu Vatandır diye bir marş gibi türkü, bu Mahire Hanım'ın yazdığı, o çok yayınlandığı için Azerbaycan'da o zaman benim adımı insanlar duydular ve bana şiir göndermeye başladılar. Ve o şiirleri ben işte her geldikçe, uygun oldukça, dilim döndüğü kadar besteliyorum, yayınlıyorum ama iki tane sorunumuz var, meselemiz var, iki tane problemimiz var. Birincisi,
Türk müziği Türk enstrümanlarıyla çalınır. Bəli. Yani piyanoyla çalınmaz, gitarla çalınmaz. Neyle çalınır? Bağlama ile çalınır veya ut ile çalınır, kanun ile çalınır. Birinci sıkıntımız bu. İkincisi Kazakistan'da olsun, Özbekistan'da olsun, Kırgızistan'da olsun Türk müziği hiç bilinmiyor. Hiç. Ama Azerbaycan'da, Güney Azerbaycan'da yani Tebriz'de Türk müziği daha iyi biliniyor. Sebebi de Fars müziği de Türk müziğinin bir kolu. Türk müziğine çok benzer. Hint kökenli olduğu için bu sebeple Güney Azerbaycan'da Türk müziği daha yaygın. Yani orada dinliyorlar. Benim Anadolu lisanıyla yani Türkçe yazdığım besteleri İran'daki bütün Türkler dinliyorlar, anlıyorlar ama Azerbaycan'da çok fazla anlaşılmıyor. Sebebi de işte 80 yıllık bir Rus tahakkümü vardı. Bəli. 80 yıl boyunca komünizm olduğu için Türk müziğinden uzak kalınmış. Azerbaycan'daki okullarda maalesef Batı müziği adı altında Rus müziği okutuluyor. Klasik müzik diyerek Rus müziği okutuluyor. Onun içinde Türk müziğini anlamak çok zor. Bunun çabasını gösteriyorum. Ben Azerbaycan'daki üniversitelere müracaat ettim. Kıymetli başkan, prezident, bana göre başkumandan diyorum. Ona mektup yazdım. Anlattım durumu. Yani ben 70 yaşına yaklaştım. Artık sadece tek amacım var. Allah ömür versin. Bütün dünya dinlesin. Güzel şiirleri mahni yapalım. Ve Azerbaycan'da da Türk müziği okutulsun. Azerbaycan'daki konservatuvarlarda Türk müziği okutulsun. Aynı bu konuyu biz de yaşadık. 100 sene önce Türk müziği eğitimi yoktu. 1976 yılında bütün gençler sokağa döküldük, nümayiş yaptık. Yani gösteri yaptık, bağırdık, çağırdık, Türk müziği okutulsun diye. Ondan sonra devlet bizde Türk müziği konservatuvarları açtı. Daha önce Türk müziği aynı şekilde Türkiye'de de yoktu. Birebir ben Kızılay'da polisten job yedim Türk müziği okunsun diye. O zaman daha gençtim, işte 19 yaşındaydım ve birebir de çalışıyordum. Azerbaycan'da her karşılaştığınız insan şair diyebilirim ben. Her köşe, bu çok güzel. Her köşe başında bir konservatuvar var ama o konservatuvarlarda maalesef Rus müziği yok. Bütün beni madem müziği evrensel, El Koray dediğimiz şarkısını herkes biliyor. Bütün dünya biliyor. Efendime söyleyeyim, Neşet Ertaş dediğimizde bütün dünya biliyor. Bu evrensel demektir. Universal yani İngilizcesi de. Madem öyle bu müziğimizi herkes dinlesin. Şimdi ben şunu arzu ediyorum. Azerbaycanlı şairler bu şiirlerini yazdıktan sonra Türkiye'deki bestekarlar besteledikten sonra ki bunun kavgasını da verdik. Türkiye'de Kültür Bakanlığı vasıtasıyla çok büyük bir konser verdik. Ama şanssızlık pandemiye denk geldi. Pandemi sebebiyle de yarım kaldı o etkinliğimiz. İnşallah onu Azerbaycan'da da yapmayı hayal ettik. İnşallah. Ama olmadı, bir türlü olmuyor. Yani kısmet diyelim. İnşallah olar. Ben Azerbaycan lehçesini konuşamıyorum. O lehçeyle şarkı söyleyemiyorum. Türkü söyleyemiyorum. Sebebi dilim buna alışmış. Efirimizdə canlı bağlantı var. Ərdəbildən olan, Əsnə Ərdəbildən olan Mirəskər Musəvi, şair. Salam Mirəskər bəy ustad. Xoş eşitdik sizi. Siz efirdəsiz. Buyurun, ürək sözlərinizi deyin. Çox sağ olun. Təşəkkür edirəm ki, məni də efirə qoşmusunuz və uzaqda olsam da deməli ruhum sizlərləndir, ürəyim sizlərləndir və çox istərdim ki, mən də orada olum. Bu tədbirdə, sizin bu yaradıcılığınızda mən də orada iştirak edim və orada olan bacı qardaşlarımızla, hamısı ilə tanış olan. Amma təəssüf olsun ki, bu imkan yaranmadı. Ancaq bu da bir nemətdir ki, yenə eləyə bilir ki, səslə filanla orada irtibatımız olsun, əlaqəmiz olsun.
mən sizə həqiqətən də bu yaradıcılığınıza uğurlar diləyirəm. Gözəl qələm sahibisiz, gözəl qələminiz var və həqiqətən də duyğulu və mənalı şeirləriniz olur. Bu mənim üçün bir fəxridir. Bizim Azərbaycanımızda, yəni o kişilər başqa, kişilərin yazması başqa, amma xanımların, qadınların yazması həqiqətən də bir ayrı ab-hava verir, hal-hava verir. Niyə ki, vətəndən və ayrılıqdan, o tay-bu taydan çox yazıbsınız və bu mən üçün çox-çox deməli, həm nisçildir, həm də ki, kövrəlirəm, həm də fəxr edirəm buna ki, yəni bir insan bu qədər düşüncəyə malikdir. Orada hər kəs vardısa, hamıların istəyirəm, salamlayıram. Bəli, var. Hər kəs sizi burada eşidir. Bizim burada aparıcımız var, layihəmizin rəhbəri, çox hörmətli Elbəy müəllim və Cəllabad şairələri, saz aşığımız var, bizim Samir Borçalı, siz onu tanıyırsınız. Mən də çox şadam ki, sizin kimi dəyərli bir şairi tanımışam, müəyyən qədər deyərdim, bəhrələnmişəm. Mən bunu öz şeirlərimdə də göstərmişəm ki, mən sizi özümə ustad hesab edirəm. Və mən fəxr edirəm ki, elə sizin kimi dürüst bir insanla, dürüst bir qəzəlxandan müəyyən qədər nə sörgənə bilmişəmsə, mən buna görə özümü xoşbəxt hiss edirəm. Buyurun, çox sağ olun, buyurun, efirdəsiz. Çox sağ olun, çox sağ olun. Mən icazə versəz bir dənə şeylər, o Azərbaycana yazmışam vətənə, onu qiraət edeyim, əgər imkan vardısa. Buyurun. Qəlbimin dərdini duy, sən mənə sədd olma araz. Coşaram vallahi bir gün, səni viran edərəm. Can qalıb cismidən ayrı, bölünüb torpağımız. Yararam sinəmi mən, gözləri giryan edərəm. Savalandan aşaram Babəkimin yurd yerinə. Qışqırıb hay salaram, aləmə elan edərəm. Yıxaram səhvləri bir-bir, yetəm öz torpağıma, qan töküb can alaram, düşməni peşman edərəm. Hey etdikcə coşar sinədə üçün həmmu qəmim, coşaram dalğa kimi dəryada tufan edərəm. Ayrılıq yordu mir əsgər səni, dözsən bu zaman. Ayrılıq yordu mir əsgər səni, dözsən bu zaman, mən bütün ölkələri Azərbaycan edərəm. Çox-çox təşəkkür edirəm sizə. Var olun, Ustad, ürəyinizə sağlıq. Var olasınız. Mən, düzdür, burada yağış yağır, hava soyuqdur və bu soyuq havadan, amma isti nəfəsdən, Savalan ətəyindən hamılarınıza orada salamım var və hamılarınıza duam sizlərləndir. Həmişə zirvələrdə olasınız və sizin yaradıcılığınız həqiqətən də mən gördüm, deməli, az zamanda da gəlsəz siz bu şeiriyyata çox gözəl qələminiz vardı və bir ustad kimi yazırsınız və əminəm ki, Azərbaycanımızda siz bir ulduz kimi parlayacaqsınız və bütün orada qrupda olanlar və hər kəs o tədbirdə olanlar və bütün Azərbaycan o şəxs ki, duyğu ilə, vətəni ilə və ürəyi vətənə döyünürsə, onun yazması da ürəkdən gəlir və ürəklərində də oturmalıdır. Çox-çox təşəkkür edirəm sizə. Var olasınız ki, mənim də imkan verdiniz, səsim çatsın mənim oradakı dostlarıma, bacı qardaşlarıma və bu mən üçün böyük bir nemət oldu. Təşəkkür edirəm sizə. Çox sağ olun, sağ olun. Biz sizə təşəkkür edirik, Ustad, sağ olun. İndi isə deməli bizim çağdaş ədəbiyyatımızın nümayəndəsi Azərbaycan Yazıçılar Birliyinin üzvü Reyhan xanıma söz verilir. Hicran xanımın yaradıcılıq barəsində danışsın. Buyur Reyhan xanım. Çox sağ olun, minnətdaram. Dəvət elədiyinizə görə bu verilişdə iştirak eləməyimə mən də şadam. Hicran xanımı bir neçə müddət əvvəl tanımışam. Yəni yaradıcılığında mən bu kitabı tanış oldum artıq onun içindəkilərlə, şeirlərlə. Ümumiyyətlə şeirlər səmimidir, ürəkdən gəlir, hiss olunur. Hicran xanım bayaq bir söz işlətdi, dedi mən bir gündə 4-5 şeir yaza bilərəm.
Şair aylarla da şeir yaza bilməz, günlərlə də şeir yaza bilməz. Əsas odur ki, İcran xanım o şeirdə məna yükü olsun, o şeirdə ürəyə toxunan nəsə olsun, ürəyi tərpətsin, insanın keçmişini xatırlatsın, gələcəyini xatırlatsın. Artıq yəni insana nəyisə xatırlatsın. Poeziya nədir? Poeziya insana nəyisə xatırlatmaqdır. Yəni sən hansısa bir şeiri oxuyursansa, o şeir səndə hansısa hisslər oyadırsa, deməli artıq o poeziyadır. Sən o şeirin təsirindən çıxa bilmirsənsə, deməli artıq o poeziyadır. Yəni şairdə, şeirlərdə ümumiyyətlə insanı ruhlandıran, kədərləndirən, sevindirən nəsə olmalıdır. Və bu şeirlərdə mən bir neçə şeirində əsasən tapdım o şeyləri. Bir də ki, siz İcran xanım Cənub bölgəsindənsiz, şeirlərinizdə də vurğulayırsınız. Mən Cənub elinin şair qızıyam. Belə bir şeir mənim də var, mənim də yadıma düşdü. Mən Cənub qızıyam elə əzəldən, anamız günəşə məhəbbətim var, şaxtaya, soyuğa dözə bilmərəm, sərt olan hər şeyə bir nifrətim var. Bu mənim şeirimdir. Sadəcə sizin o şeirə görə yadıma düşdü. Buradan da sizin ən çox xoşuma gələn bir sevgi şeiri var. Ümumiyyətlə, şairin böyüklüyü, şairin şeirindəki böyüklüyü, yəni onun yaradıcılığındakı istedadı, onun yazdığı sevgi şeirlərində daha çox özünü göstərir. Ona görə də burada yar pıçıltısı şeiriniz var. Ondan bəyəndim birisi, mən də oxumaq istəyirəm, icazənizlə. Ürəyi döyünər hər kəlməsində, gözləri yollarda yar gəlməsində, gözlədər sevgisini yad bilməsində bir payız axşamı yar pıçıltısı. Duyğular yenə də dilə gəlibdi, sevən ürəklərdə eşq gizlənibdi, sevgidən kam alıb bəhrələnibdi bir payız axşamı yar pıçıltısı. Yağışın yağması bir bəhanədir, sevənlər sevgiyə bir pərvanədir, bitməz söhbətləri aşiqanədir bir payız axşamı yar pıçıltısı. Çox sağ olun. Bu şeyə duyğulu. Çox sağ olun Reyhan xanım. Mən bir məsələni deyim ki, bayaqları mən dedim. Yəni bu Cəllabadda anadan olub, Cəllabadda boya başa çatan Cəllabad yazar qadınlarının, xanımların biz yaradıcılığın bir yerə toplayırıq və antologiya yaradırıq inşallah. Elə tədbirimizin əsas məğzindən biri də odur. Və bugünə qədər mənim əlimdə 21 nəfər Cəllabaddan yazar qadınların yaradıcılığı var. Və hesab edirəm, ola bilər, biraz da bu, yəni bizim yenə də araşdırmamız olacaq, yəni bu say artsın. Amma mən üçün maraqlı nədir? Mən üçün maraqlı odur ki, yəni rayonda, əlbəttə ki, bizim yəni hər bir Azərbaycanın hər bir rayonunda belə xanımlar var. Və bunlar yaradıcılığı araşdırılıb, oxuculara təqdim olunmalıdır. Mən elə hesab edirəm ki, bizim bu layihəmiz nəinki rayon, respublika səviyyəli bir layihədir. Əlbəttə, bunun ərsəyə gəlməsində mən yenə deyəm, sizin hər birinizin böyük xidmətiniz var, dəstəyiniz var və inşallah da hesab edirəm bu dəstəyiniz davam eləyəcək. Belə. Onu da qeyd etmək istəyirəm ki, mən Həqiqətlə Özdə qəzetinin baş redaktörüyüm və bizim qəzetdə 4-cü, 5-ci səhifə ədəbiyyat səhifəsidir. Və bir neçə Cəllabaddan olan yazar qadınların, xanımların yaradıcılığın, şeirlərin, nəsr əsərlərin dərc edilir. Əlbəttə, bu davam eləyəcək, mütəmadi olacaq. Amma mən bu əvvəlki nömrəmizdə, yəni aprel ayının nömrəsində deməli, poeziya nədir bir yazı var. Bayaqları Reyhan xanım danışdı, onun sözünə mən qüvvət üçün deyirəm. Əlbəttə, poeziya böyük bir, belə deyək də, əvvələn ədəbiyyat elm deyir, bilirsiniz, ədəbiyyat söz yığınağıdır. Elm Azərbaycanda biraz var, qismən. Ədəbiyyat söz yığınağıdır. Hər bir şairin, hər bir yazıçının özünün təxəyyülü var, özünün yəni, yaratdığı obrazlar var. Amma poeziya həqiqətən böyük bir deməli, işdir, böyük bir sənətdir ki, bunu düzgün yazmaq lazımdır ki, oxucuların ürəyinə yol tapasın. Aydındır. Yəni, bəli, ola bilər bir gündə bir neçə şeirdə yaza bilərsən, ola bilər bir neçə gündə bir şeir yaza bilərsən. Amma mən özüm bir filolog kimi, bir jurnalist kimi elə hesab edirəm ki, hər bir yazar, yəni yazıcı, istəyir şair olsun, istəyir şair olsun, istəyir yazıcı olsun, mütləq həmin həyatı yaşasa daha yaxşıdır. O təbi alınır. Ola bilər, eşidib də kimdənsə yaza bilər.
Amma yaşasa daha yaxşıdır da. İçdən gəlməz. Yəni o təbii olar. Oxucunu məsələn düşündürər belə. İndi mənim yenə bir deməli Hicran xanıma bir sualım var. Hicran xanım, siz əsəri yazırsınız, şeir yazırsınız, nəsr əsəri yazırsınız. Məsələn, mən sizin tədbirə gəlməmiş 2 hekayə özü oxudum. Biri Balaca Nicat, biri də Vaqifin Təzə Paltarı. Hətta Vaqifin Təzə Paltarında Hicran xanımla əlaqə saxladım. Yəni orada bir neçə yəni fikirlər məni düşündürdü. Ona görə əlaqə saxladım. Dedim ki, Hicran xanım, mən oxucu kimi belə görmək istəyərdim bu əsəri. Aydındır. Yəni o da mənə telefonda dedi, bəzi məsələləri araşdırdı. Deməyəm, o da oxumaq lazımdır. Oxuyanda onu sual verirsən, istər-istəməz bu günləri siz şairlər, siz yazıçılar da düşünürsünüz ki, bizim oxucumuz var. Siz sevinirsiniz ona. Məsələn, müəllim məktəbə girir, mən müəllim də işləmişəm. Şagird müəllimin dediklərini səhər gəlir cavab verəndə müəllim sevinir. Siz də yazırsınız, oxucu oxuyub, səndə də soruşanda, çünki oxucu ola bilər, bilməsin, başa düşməsin. Siz də təbii ki, sevinirsiniz ki, ilahi mənim yaradıcılığımı oxuyurlar. Yəni, mən yaxşı yazıram, mən təbii yazıram. Belə, hər bir uğurlar arzu edirəm. Əlbəttə ki, hesab edirəm, belə tədbirlərimiz davamlı olacaq. İndi isə Hicran xanım, sizə mən bir sualla müraciət edirəm. Siz yazdıqdan sonra, əsəri yazdığınızdan sonra sizə o yazdığınız əsər nə verir? Necə rahatçılıq verir? Necə nigarançılıq gətirir? Xahiş edirəm bu barədə. Çox sağ olun. Suala görə gözəl sual Dilbey müəllim. İstər şeir olsun, istər hekayə olsun, buna insanın içi daxili dolmalıdır ki, özünü hazır bilməlidir, yazmalıdır. Bayaq mən öz çıxışımda qeyd etdim ki, bəzən olub ki, elə gün olub ki, mən 4-5 şeir yazmışam və bəzən də elə olub ki, heç aylarla şeir yazmamışam. Bu təbii haldır. Gərək insana bunu hiss edə, daxili dola yaza. Bəzən şairlər deyirlər ki, şeir yazanda təbim gəlir. Amma mən bir nasir kimi qeyd edərəm ki, hekayəni də insan istədiyi vaxt yaza bilməz. Bunun üçün də insanın içi duyğuları dolmalıdır, duyğuları aşıb daşmalıdır, bu içindən gəlməlidir, yazmalıdır. Hekayələr də elə, bəli. Bəzən mən o qədər içim, daxilim dolur ki, məni bir məsələ o qədər narahat edir ki, mən onu bədiləşdirib, nəsr əsərinə çevirirəm, yazıram. Təbii ki, yazandan sonra mən özümü rahat hiss edirəm, rahatlanıram, amma bunun digər tərəfləri də var. Təbii ki, biz yazandan sonra şeirlərimizə baxış olur, nəsrlərimizə baxış olur, tənqid olunur. Bu da çox gözəldir, tənqid olunmaq. Biz tənqiddən müsbət nəticə çıxardırıq, yenidən öyrənirik və bunu da gözləyirik. Tam rahat olmuruq, gözləyirik ki, qarşı tərəfdən bizim ədəbiyyatçılarımız, bizim nasirlərimiz, eyni zamanda filoloqların fikirləri bizim üçün çox önəmlidir, dəyərlidir təbii ki. Amma bir şair kimi, bir nasir kimi insan yazandan sonra təbii ki, daxilin qələm vasitəsilə ağ vərəqə boşaldandan sonra rahatlıq tapır. Təbii bu belədir. Çox sağ olun Hicran xanım. Mən bayaqları vurğuladım. Əlbəttə ki, elə şair, yazıcı əsəri yazdıqdan sonra müəyyən qədər rahatlıq tapırsa da, müəyyən qədər də narahatçılıq tapır. Yəni, mən 2 hekayə özü oxudum. Yenə deyirəm, yəni Balaca Nicat, bir də Vaqifin Təzə Paltarı. Və mən hesab edirəm ki, siz həmən hekayəni yazandan sonra, o cümlədən o bir əsərlərinizdə yazandan sonra həm rahatlıq tapırsınız, həm narahatçılıq. Çünki obrazın təbii ki, taleyi hər birinizi düşündürür. Ona görə bu belə də olmalıdır. İndi isə bizim mətbuatımızın görkəmli nümayəndəsi, gözəl nümayəndəsi, bir neçə kitabın müəllifi, Əsrin Ziyalıları jurnalının redaktoru Kəmalə xanıma söz verir. Kəmalə xanım da əlbəttə ki, hər birimiz tanıyırıq, bilirik ki, zəngin biliyə malikdir. Həm jurnalist, publisist kimi, həm də şairə xanım kimi. Buyurun Kəmalə xanım, siz də Hicran xanımın yaradıcılığa bağlı fikirlərinizi izləyicilərimizə deyin. Təşəkkür edirəm Elbəy müəllim, sağ olun, hər birinizi salamlayıram. Mən onu qeyd edim ki, mən özüm də Cəllabada bağlı bir xanımam. Elədir. Bir 10 il Cəllabadda yaşamışam, orada müəllimə işləmişəm. Və Cəllabadın yazarları, şairləri ilə
tanış olmuşam. Salam Sarvan, Nizami Hüseynov, Anar Amin, Həsən Dumanlı kimi, Allah rəhmət eləsin Həsən müəllimə, şairlərimizlə tanış olmuşam. O cümlədən də Hicran xanımı tanıdığıma çox sevindim. Yeni tanımışam, düzdür. İndən belə bizim münasibətlərimiz daimi olar və şeirlərini oxudum. Hicran xanım qəlbinin kövrək hisslərini misralara köçürərək oxucularımıza çatdırır. Lirikası güclü xanımdır, yəni gözəl hisslər, qəlb pıçıltıları insanı düşündürür, insan marağına səbəb olur. Həmin misralarda həm vətənpərvər bir xanımın, həm gözəl bir ananın, şairənin qəlbinin pıçıltıları misralarda sirayət edir. Mən Hicran xanımın bir şeirini demək istəyərdim və şeiri səsləndirməmişdən öncə onu da vurğulayım ki, Hicran xanımın İtirdiklərim adlı şeir kitabı işıq üzrü görüb. Hicran xanımı mən təbrik edirəm və arzum budur ki, indən belə Hicran xanımın itirdiyi heç nə olmasın. Mən ona bol-bol şanslar arzulayıram, daha çox qazandıqları olsun, oxucu sevgisi arzulayıram və bir şeirini səsləndirmək istəyərdim. Dünyaya gəlmişəm mən sevgi ilə, sevgisi qəlbinə kökən şairəm. Qələmi əlində, sözü dilində, hər sözü sözlərdən seçən şairəm. Yazdığım yazılar havalı deyil, mətləbi bəllidir, davalı deyil, səbətdən tökülən albalı deyil, hər sözü sözlərdən seçən şairəm. Dərin məna vardır hər bir sözümdə, İnsanlıq ucadır mənim gözümdə. Sözlərim düzülər, muncuq düzümdə. Hər sözü sözlərdən seçən şairəm. Yazdığım şeirlər sifariş deyil. Misralarım belə göstəriş deyil. Kimsəyə itayət, pərəstiş deyil. Hər sözü sözlərdən seçən şairəm. Sizə uğurlar Hicran xanım. Sağ olun, təşəkkür edirəm Kəmalə xanım. Sağ olun. Çox sağ olun Kəmalə xanım, dəyərli çıxışınıza görə. Əlbəttə, əziz izləyicilərimiz Kəmalə xanım qeyd elədi, Cəllabadla bağlılığı böyükdür. Sağ olun, var olun, Allah sizləri qorusun. İndi isə 4 kitab müəllifi, şair mükafatçısı və təltifdə layiq görülmüş Azərbaycan Yazıçılar Birliyinin üzvü Sevil xanım söz verilir. Buyurun Sevil xanım, Hicran xanımın yaradıcılığı ilə bağlı fikirlərinizi söyləyin. Qeyd edim ki, 4 yox, 6 kitab müəllifi, 4-ü vətən mövzusundadır, ikisi isə şeir kitabıdır. Dəvət üçün təşəkkür edirəm Hicran xanıma. Şairlik təbiətin insana verdiyi, bəxş etdiyi bir lütfdür. Şairlər digər insanlardan onunla fərqlənir ki, onlar sözü adi qaydada yox, qəlbinin dərinliklərindən gələn sözü poetik şəkildə, yəni nizamlı, qəlbə düzülmüş formada çatdırırlar. Və şairlər xalqın səsini, xalqın sözünü də çatdırırlar. Bir şairin yaradıcılığında yalnız sevgi mövzusu olması o qədər də qənaətbəxş deyil. Eyni zamanda əgər onun yaradıcılığında vətən mövzusu, torpaq mövzusu yoxdursa, o şair xalqının səsini çatdıra bilmir demək ki. Amma Hicran xanımın kitabını vərəqlədikcə mən gördüm ki, orada vətən mövzusuna aid də çoxlu şeirləri var. Bayrağa, torpağa sevgi, vətən mövzusunda olan şeirləri daha çox diqqətimi çəkdi. Bu da həmin şairin torpağına, vətəndən nə qədər bağlı olduğunu göstərir. Ümumiyyətlə Cəllabad
müasir ədəbiyyat ocağıdır, şeir poeziya ocağıdır və mən də çox sevinirəm ki, Hicran xanım kimi belə bir qələm söz sahibi də həmin o ocağın, o torpağın yetirməsidir. Hicran xanımın şeirlərində diqqətimi çəkən bir şeir oldu, Rəssam dərdimi çək. Bu mövzuda çox şairlər şeirlər yazıb, bu mövzuya çox şairlər müraciət edib, amma Hicran xanım bu mövzuya başqa baxışla baxıb və dərdimi çək deyib. Yəni mənim rəsmimi, sevgilimin şəklini də yox, dərdimi çək. İstərdim ki, onu səsləndirim və dərdi necə çəkərlərsə onu Hicran xanımın dilindən eşidək. Rəssam, bəlkə məni tabloya aldın. Tabloda sən məni bax əzəl yarat. Rəsmimi çəkəndə qəlbimi də çək. Qəlbimi hey zəngin, hey gözəl yarat. Hamıdan uzaq çək. Dərdə lap yaxın, ləpəli dənizdə aşan tək qayıq. Dənizə qərq olmuş yelkənləri çək. Sulara yan almış, çaşan tək qayıq. Burulğan tək sarıb dərdlərim məni, dəniz alsa əgər, üzgün suda çək. Dalğalar çırpacaq sahilə məni, rəssam. Rəssam, sənsə məni düzgün suda çək. Qumlu sahildə mən tənha, tam yalqız. Dörd bir yanımdadır coşan dərdlərim, yalqız qoymadı ki onlar içməni, dənizdə batırdı daşan dərdlərim. Dalğalar, ləpələr, təşəkkür sizə, qoymadı sikkəli dənizdə məni. Sular, sizdən ricam, yuyun dərdimi, dərdlərim edibdir kəniz də məni. Bu şeir üçün təşəkkür edirəm Hicran xanım, çox gözəl, poetik şeirdir. Yaradıcılıq uğurları arzulayıram sizə, bol-bol şanslar arzulayıram. Çox sağ olun. Havasınıza sağlıq. Çox sağ olun Sevil xanım. Sevil xanım da gözəl vurğuladı. Əlbəttə dediyi şeir də gözəl, mənalı şeirdir, amma yenə deyirəm, bütün Azərbaycanımızda olduğu kimi Cəlilabadda da yazar xanımlar var və bizim indi işimiz ki, bu yazar xanımlar haqqında yaradacağımız kitabda bir daha sübut edir ki, siz deyən kimi Cəlilabad həqiqətən Azərbaycanımızın, yəni o şairlər, yazıçılar olan deməli zəngin bölgələrindən biridir. Ona görə biz bu işləri görürük, yəni bu layihə üzərində işləyirik ki, qoy sizi Azərbaycanımız daha yaxşı tanısın, yaradıcılığınıza bələd olsun. İndi biz o kitab ki, əlimizdə inşallah olacaq və o kitabı mən çalışacağım Bakıda da, Gəncədə də, Lənkəranda, Səlyan, ümumiyyətlə Respublikamızın mərkəzi rayonların kitabxanalarına verim. Ki, orada oxusunlar, bəzi məktəblərə verəcəm o kitabdan, qoy oxusunlar, bilsinlər. Ona görə lazımdır. Əlbəttə, indi yazırsınız, yaradırsınız, Allah verir bu istedadı sizə, siz mütləq onu oxuculara ötürməlisiniz, o savadınızı, biliyinizi, yazdıqlarınızı. Çox sağ ol, minnətdaram. Əlbəttə, indi hər biriniz vurğuladı ki, Hicran xanımın yaradıcılığı haqqında görünür. Hicran xanımın indi bizə bələd olan yaradıcılığı çox zəngindir. Və hətta Hicran xanımın yaradıcılığına bu günləri Aşıq, yəni Samir də dəvət olunub. Deməli, Aşıq Samir də Hicran xanımın yaradıcılığına bağlı öz sözünü deyəcək. Buyur Aşıq, söz sənindir, fikirləri oxucularımıza çatdır. Təşəkkür edirəm dəvətinizə görə Elbəy müəllim. Hicran xanıma da uğurlar arzulayıram. Hər zaman qələmi yazar olsun. İcazənizlə Hicran xanımın bir gözəl şeirinə mahnı hazırlamışam. Yüreğinin içinde sana koşun olaydım. Yüreğinin içinde sana koşun olaydım. Yüreğimden geçeni gözümüzde koyaydım. Ay kız ay kız ay peri, sana kurban gel beri.
ay pəri, sənə qurban gəl bəri. Həsrətindən ölmüşəm, yandırıb yaxma məni. Tez çıxıb aynada yoluna mən baxaydım. Tez çıxıb aynada yoluna mən baxaydım. Gəlişinə dözməyib laf qarşına qaçaydım. Gəlişinə dözməyib laf qarşına qaçaydın. Ay qız ay pəri, sənə qurban gəl bəri. Ay qız ay pəri, sənə qurban gəl bəri. Həsrətindən ölmüşəm, yandırıb yaxma məni. Yolun üstə dayanıb gözlərinə baxaydım. Yolun üstə dayanıb gözlərinə baxaydım. Hicran sənsiz qalanda qoxunu mən alaydım. Hicran sənsiz qalanda qoxunu mən alaydım. Ay qız ay pəri, sənə qurban gəl bəri. Ay qız ay pəri, sənə qurban gəl bəri. Həsrətindən ölmüşəm, yandırıb yaxma məni, yandırıb yaxma məni. İndi isə İcran xanımın yaradıcı ilə bağlı sözü ATV1 kanalının direktoru, şairə, jurnalist Məlikə xanıma veririk. Buyur Məlikə xanım, İcran xanımın yaradıcı ilə bağlı fikirləri söylə. Təşəkkür edirəm sizə. Siz Cəlilabad elinin, o mahalın gözəl şairlərini, xanım, qadın şairlərini gətirib bizim bu ATV kanalında öz layihənizdə, verilişinizdə, yəni onlara yer verdiyimizə görə, çıxışlar etdiklərinə görə, yəni sizə çox böyük təşəkkür edirəm və eləcə də sizin icra başçınıza, Rafiq müəllim. Yəni bu şəraiti həm o sizə, həm siz bizə yaradıbsınız, biz sizə yaratmışıq. Yəni böyük dostluqlar edirik. Buna görə hər birinizə təşəkkür edirəm. Həmişə uğurlarınız gəlsin. O ki qaldı İcran Əhmədliyə. Bugün sizin xoş gününüzdür. Çox xoş gəlibsiniz. Qızınızla gəlibsiniz, ətrafınızla, həmkarlarınızla. Yəni görürəm ki, sizi tanıyanlar Azərbaycan elindən, Azərbaycandan kənarda da çoxları tanıyır. Bizim İranlı dostlarımız, şairlərdən, musiqi adamlarından, Türkiyə elinin şairləri, jurnalistləri, yaradıcıları. O cümlədən bizim, elbəməm sizi tanıyırsınız, bizim hamımız yaxşı tanıdığımız Moskva şəhəri üzrə aparıcı müxbirimiz Nisə Aslan Sadiqi də zəng vurmuşdu ki, mənim də İcran Əhmədliyə, yəni şeirim var, sözüm var, onun şeirini əzbərləmişəm. İndi onu da rejissorumuza deyərik. Onu da ya birləşdirə, yəni çalışdıra bilər, yoxsa onun sözünü sizə çatdırıram. Deyir ki, İcran Əhmədlinin internet kanalından şeirlərini oxumuşam, çox xoşuma gəlir. Buradan onu salamlayırıq, salamlarımızı göndəririk. Bugün Bakıdakı həmkarlarım İcran Əhmədlinin yaradıcılıq gecəsinə yetişiblər. Məlikə xanım başda olmaqla, Elbəy müəllim başda olmaqla hər birinizi salamlayıram, öpürəm. Mən İcran Əhmədlinin bir şeirini deməyi özümə boş verdim. Həsrətdən qorxulmuş külə inmişəm. Yuxuma gəlmişəm, uyadım səni. Yanar çıraq idi,
daha sönmüşəm, yuxuma gəlmişəm, uyadım səni. Bu axşam yuxu da getmir gözümə, sənsizlik baxmayır daha sözümə. Didərgin rüyam da bənzər özümə, yuxuma gəlmişəm, uyadım səni. Durmadan aradım özüm yollarda, ömrümə dolanıb sənsiz qollarda, bu dərd məzarında, məni yollarda, yuxuma gəlmişəm, uyadım səni. Susqun bir daş, tən dönən gündən. Mən də üz döndərib, məndən üz döndərib sən sönən gündə. Bu eşq yolunda sən dönən gündən. Yuxuma gəlmişəm, oyadım səni. Yuxuma gəlmişəm, oyadım səni. Verişimiz deyəsən biraz azalır. Mən də salamlayıram buradan. Nisa xanımı salamlayıram. Təşəkkür edirəm ona. Nisa Aslan Sadiqi bəli. Aparıcı müxbirimizdir. Mən də istəyərdim sizin bir-iki misra şeirlərinizə yanaşım, izləyicilərimizə çatdırım. Bilirəm, qayıtmaz bu ömür geri. Gəncliyim ötərək keçib tez gedir. Sanki incik olub mənim əlimdə. Olanı, qalanı biçib tez gelir. Dayanıb önümdə kəsib yolumu, keçib gedən ömrün qarlı soyuğu. Üşüdü illərim, bitməz dərdlərim, açıbdır qəlbimdə dərin oyuğu. Uşaqlıq çağımdan gülə bilmədim, oyandım yuxudan kədərli səslə. Küləklər gətirdi ayazı, qışı. Soldu açan güllər soyuq nəfəslə. Yenidən səsləsəm ötən illəri, daha dinləməz ki sözümü mənim. Yamanca yorulub, halsız lap qalıb, günahkar sanacaq özümü mənim. Əlindən tutsan da mən illərimin, çəkib aparacaq uzun karvanı. Artıq gecikirəm, uzanıb gedir həyatımın günü, elə hər anı. Həyatımın günü, elə hər anı, elə hər anı. Çox sağ olun. Çox sağ olun Məlikə xanım, çox sağ olun. Mən sanki Gözəl. o yazdığım anları xatırladım. Siz elə ifa etdiniz ki bunu. Mənə xatırlatdığınız yazdığım anları. Gözəl ifa Sağ olun, elədik, çox sağ kövrətdiniz olun. mənə. Mən özüm də kövrədim o şeyi. Sağ olun, təşəkkür edirəm. Minnətdarlığımızı bildirib, həm öz adımdan, həm Hicran xanım adından, həm tədbir iştirakçısı adından, həm Cəllabad yazar xanımları adından diqqət və qayğınıza görə çox sağ olun, minnətdarıq. O gün olsun ki, sizin bu Cəllabad Yazarlar Cəmiyyətinin qadınlarının, xanımlarının kitabı işimizi görsün tezliklə. İnşallah görəcək, əlbəttə ki, yəni təqdimatını eləyək, Cəllabadda da İnşallah gələcək, orada da kitablar təqdimatını eləyəcək. olacaq, mən hamımız bayaq gedəcəyik. dedim, kitabımız çap Bu olacaq. kitabı əvvəlcədən təbrik edirəm və təşəkkür edirəm ki, siz bu yolda çox böyük işlər görürsünüz. Uğurlarınız bol olsun, canınız sağ olsun, dostluğumuz davam eləsin, həmişə daim. İnşallah davam edəcək dostluğumuz. Uğurlarımız da olacaq, hər birinizin sayəsində. Yəni bu kitabımızın da təqdimatı olacaq. Həm burada olacaq, yenə deyirəm, təkrar açılımız, həm də Cəllabadda olacaq. İndi isə mən əlbəttə ki, bizə artıq məlumdur ki, Hicran xanımın yaradıcılığı zəngindir. Məlikə xanım da qeyd elədi. Nəinki Respublikamızdan kənarda da Hicran xanımın yaradıcılığına bəlləd olan insanlar var, şairlərimiz var. Onların da hər birinə biz çox sağ olun deyirik ki, yəni Hicran xanımın yaradıcılığına qarşı belə diqqətlidirlər. Əlbəttə ki, bu diqqət ondan irəli gəlir ki, Hicran xanım öz yaradıcılığı ilə böyük oxucu auditoriyasını qazanıb və bizi də ona bu işdə, bu yaradıcılıq işində uğurlar arzu edirik. İndi isə verilişimiz artıq yəni sona çatır. Ona görə Hicran xanıma mən yenə söz verirəm və arzu edirəm ki, Hicran xanım yenə deyirəm, yaradıcılığı zəngindir. Amma izləyicilərimizə özü ürəyin istədiyi bir şeiri də deyər. Yəni bu izləyicilər üçün əlbəttə ki, böyük bir ərmağan olacaq. Bu Hicran xanım sözüydü və bir şeir də deyərsən izləyicilərimiz üçün yaradıcılığından.
Buyur, Sağ olun siz. Elbəy müəllim, təşəkkür edirəm sizə. Mən sonda demək istəyirəm ki, böyük bir layihəni öz üzərinizə, sözümün əvvəlində qeyd etdiyim kimi öz üzərinizə götürmüsünüz. Mən deyərdim ki, bu tarixi bir layihədir. Bu işdə bütün əməyi keçənlərə, bütün sizə dəstək olanlara, sizin özünüzə və sizə dəstək olan Cəlilabad rayon icra hakiminə, Rafiq müəllimə, digər dəstək olan bizim şairə xanımların hər birinə təşəkkür edirəm. Düşünürəm ki, əks-səda salacaq bir işdir və belə də olacaq. Gələn xanımlarımıza, mənim qələm dostlarıma hər birinə öz təşəkkür edirəm. Əziyyət çəkiblər, öz qiymətli, səmərəli vaxtlarını ayırıblar, gəlib iştirak edirlər. Bizim gənc aşıq, sazlı sözlü Borçalı Ədəb Məclisimizin gənc aşığı, ona uğurlar arzulayıram həyatda. İnşallah o da zirvələr zəbt etsin, inşallah zirvələrə yüksəlsin. Və son olaraq bir daha təşəkkür edirəm. Mənim yaradıcılığıma nəzər saldığınıza görə minnətdaram sizə və mən böyük Ustad Şəhriyarın və Ustad Mirəskərin şeirinə bir nəzrə yazmışam. Heydər Baba şeirini səsləndirmək istəyirəm burada. Demək, Ustadım Mirəskər bəy Şəhriyara nəzrə yazıb. Mən də Mirəskər bəyə nəzrə yazmışam. Heydər Baba, ömür ötür, il keçir. Yadlar bizi ora qalıb, hey biçir. Araz dolur, dərddən daşır, qəm içir. Mən Arazı keçib gələ bilmədim. Bu baharda səni görə bilmədim. Heydər Baba, göz yaşımız sel olub. Həsrət yükü möhkəm əsən yel olub. O tay, bu tay, əzəl gündən el olub. Mən Arazı keçib gələ bilmədim. Bu baharda səni görə bilmədim. Heydər Baba, Şəhriyarın sözündən dərs almışam, Mirəskərin özündən. Çəmən, çiçək bitib, bəlkə dizindən. Mən Arazı keçib gələ bilmədim. Bu baharda səni görə bilmədim. Heydər Baba, qəm kədərdən yoruldum. Ata baba küllərindən doğuldum. Oyunbazlar oyunundan boğuldum. Mən Arazı keçib gələ bilmədim. Bu baharda səni görə bilmədim. Heydər Baba, qəlbim sənsiz sızlayar. Ürək dözməz, bu həsrətə ağlayar. Hicran sənsiz qəlb evini dağlayar. Mən Arazı keçib gələ bilmədim. Bu baharda səni görə bilmədim. Çox sağ olun, təşəkkür ederim. Çox sağ olun, çox sağ olun. Gözəl, gözəl. Əziz və dəyərli izləyicilərimiz, bugünkü ITV1 kanalında həqiqətlə özə verilişində bizim çağdaş ədəbiyyatımızın nümayəndəsi İzran xanımın yaradıcılığına bir nəzər verilişimiz sona çatır. Verilişin aparıcısı mən idim. Həqiqətlə özə gəlsin baş redaktoru jurnalist Elbəy Salmanovdur. Hər birinizə iştirak edən yazar şairlərə, yazıçıların hər birinə çox sağ olun deyirəm. İştirak elədilər, əlbəttə vaxtlarını ayırdılar. Hər birinizə yaradıcılıq uğurları arzu edirəm. Və yenə deyirəm, mən bu günləri sevinirəm ki, belə bir layihəm var və layihənin rəhbəri kimi fəaliyyət göstərirəm. Bu layihənin ərsəyə gəlməsində sizin də köməyiniz var, dəstəyiniz var. Ona görə hər birinizə minnətdaram. Yenə deyirəm, Cəlilabad rayon icra hakimiyyətinin başçısı hörmətli Rafiq Cəlilov da bizim layihəyə öz xeyir duasını verib və inşallah kitabımız hazır olsun. Cəlilabadda da böyük bir təqdimat keçirəcək və hesab edirəm ki, rayon rəhbəri hörmətli Rafiq müəllim də yenə öz dəstəyimizə, mənəvi dəstəyini göstərəcək. Onun üçün də bu gün Cəlilabad rayon icra hakimiyyətinə Rafiq Cəlilov başda olmaqla hər birinə də sizin adınızdan, öz adımdan
minnətdarlığımızı bildiririk. Çox sağ olun deyirik. İndi isə verilişimizin sonunda verilişimizdə iştirak edən Aşıq Samir Borsalı Hicran xanımın şeirini həsr elədiyi bir mahnını ifa eləyəcək. Bununla da verilişimiz başa çatır. Çox sağ olun, var olun. Bir daha deyirəm. Allah sizləri qorusun. Hər birinizə yaradıcılıqlar arzu edirik. Sağ olun, var olun. Sağ olun. Ay bana gelin. Ay ben gedirem belen ay gurbetine. Sen salamat ay galay dağlar, galay dağlar, ay galay dağlar, ay galay dağlar, of galay dağlar. Ay halallı bire koy da almasın. Yüreğinden ay halay dağlar, yüreğinden ay halay dağlar, halay dağlar, halay dağlar. Ay güneş gezip belen ay yorulanda, sadın senin ay kırılanda, kırılandan ay kırılandan, ay kırılandan, of kırılandan. Köyde dar talay vurulanlar, köyde dar talay vurulandan, ay vurulandan, of vurulanlar. Beni yada salay dağlar, beni yada salay dağlar, salay dağlar, salay dağlar. Ay dayalarını belen aylana dönder, çığırların ay tela dönder, tela dönder, tela dönder, ay tela dönder, ay tela dönder. Ay sucayatı belen ay küre dönder, bir kereni, ay bir kereni, çalay dağlar, çalay dağlar, çalay dağlar, çalay dağlar. Ay sarçıl qadan alım, koyma mənim o dayanım ey, yar qadan mən alım ey. Çiçekli dağlar. Ne kadar güzeldir dağların qara. Baxdıqca ürəkdə sözlər oxşayır. Bəlkə də gözləyir çiçəklər yarı. Al əlvan gözəllik gözlər oxşayır. Çiçəyə bürünüb zirvəli dağlar.
Sinəmdə şimşək tək sözlərim çağlar. Sanki qonaq olub dağlara, bağlar. Al əlvan gözəllik gözlər oxşayır. Al əlvan gözəllik gözlər oxşayır.